Məntiq dərsi mövzu analogiyaya görə sözün seçilməsi. Analogiyaya görə sözlərin seçilməsinin 3 forması var. Birinci forma 2 söz verilir və 2 sözdə tələb olunur. Verilən 2 sözə biz baxdıqda həmin sözlərin ardıcıllığına əsasən cavab variantımızı tapa bilərik. Verilmiş sözlərin cavab ardıcıllığı cavab variantımızda mütləq həmin ardıcıllıqla olmalıdır. Verilmiş 2 sözə baxaq. Quş, sərçə. Quş çoxluqdur, sərçə həmin çoxluğa daxil olan elementdir. Yəni bizim birinci sözümüz çoxluq olmalıdır. İkinci sözümüz həmin çoxluğa daxil olan element olmalıdır. A variantında qartal çoxluq deyildir. Buna görə də A variantı ümumiyyətlə bizim cavabımız ola bilməz. B variantında düstur çoxluqdur. İkinci söz olan ədəd isə həmin çoxluğa daxil olan element ola bilməz. Düstur ədəd. Düstur çoxluqdur, amma ədəd həmin çoxluğa daxil olan element deyil. C variantında meyvə, alma. Meyvə çoxluqdur, alma da həmin çoxluğa daxil olan elementdir. Deməli, burada bizim cavabımız C variantı olacaq. Gəlin digər variantları da yoxlayaq. D variantında okean, dəniz. Okean çoxluq deyil. Ona görə D bəndi bizim cavabımız ola bilməz. Meşə çoxluq deyil. Meşə dedikdə biz meşənin nə olduğunu bilirik. Ona görə meşə çoxluq ola bilməz. Və burada bizim cavabımız C variantı olacaqdır. Bu formaya aid keçək növbəti testimizə. Ləçək, çiçək. Burada sözlərin ardıcıllığına fikir verdikdə görərək ki, ləçək çiçəyin üzərində yerləşir. Yəni, çiçəyin üzərində ləçək olur. Bu məntiqlə getdikdə, baxın, ikinci söz birinci sözdən asılı olur. Yəni, çiçəyin üzərində ləçək yerləşir. Gəlin, indi bunu variantlarda yoxlayaq. Otun üzərində ağac yerləşir. Bu ola bilməz. Başın üzərində burun yerləşir. Bəli, başımızın üzərində burun olduğu üçün cavabımız bu olur. Gəlin, digər variantları da yoxlayaq. Qaşın üzərində göz yerləşir. Mümkün deyil. Əkinin üzərində tala yerləşir. Mümkün deyil. Barmağın üzərində əl yerləşir. Bu da mümkün deyil. Deməli, burada cavabımız olacaq B variantı. Keçək ikinci forma. İkinci formada bizə 3 söz verilir. Bunun birinci və ikinci sözləri ardıcıllığına nəzər yetirərək üçüncü sözün dördüncü sözünü tapacağıq. Və cavab bizdən sadəcə bir söz tələb olunur. Baxın, birinci və ikinci sözdə ardıcıllıq vardır. Qayıq, kürək. Qayıq, kürək nə deməkdir? Qayıq nə ilə hərəkət edir? Kürəklə. Yəni, burada siz özünüzə sual verə bilərsiniz, çoxluqdan istifadə edə bilərsiniz. Yəni, burada hər bir testin özünə görə funksiyası var. Bu testdə də baxın, mən deyirəm, qayıq nə ilə hərəkət edir? Kürəklə. İndi bu sualı Versabetdə verək. Versabet nə ilə hərəkət edir? Cavab variantlarına baxaq. Yelkənlə. Versabet yelkənlə hərəkət etmir. Motorla. Versabet motorla hərəkət etmir. Rolla. Versabet rolla hərəkət etmir. Sürətlə. Versabet sürətlə hərəkət etmir. Pedalla. Bəli, versabet pedal ilə hərəkət edir. Keçək növbəti buna aid olan bir testimizə. Əl, əlcək, baş, sual. Baxın, əlimizə taxdığımız əlcəkdir və ya belə deyək, əlimizə geyindiyimiz əlcəkdir. Başımıza geyindiyimiz saç ola bilməz, papaq, bəli, başa geyindiyimiz papaqdır. C variantına baxaq, boyun, başımıza boyun geyinmirik, başımıza bədən geyinmirik, başımıza sancaq geyinmirik. Sadəcə burada papaq geyindiyimiz üçün baş, papaq, B variantı olacaq. Keçək üçüncü formamıza. Üçüncü formada 3 söz, 4 söz verilə bilər. Yəni, ardıcılığa nəzər yetirərək biz cavab variantını tapa bilərik. Əgər 3 söz verilirsə, cavablarda da 3 söz tələb olunur. 4 söz verilirsə, cavablarda 4 söz tələb olunacaq.
Və bu ardıcıllıqda biz cümlə də qura bilərik, onların ardıcıllığına nəzər də yetirə bilərik. Hər iki formanı mən sizə başa salacağım. Birinci formada gəlin cümlə quraq. Baxın, tar simli alətdir. İndi mən hardan başladım? Ortadakı sözü götürdüm, birinci sözü dedim və axırıncı sözü dedim. Tar simli alətdir. Gəlin A variantında da bu ardıcıllığa nəzər yetirək. Hörümçək qarışqalı cücüdür. Cümlə də gördüyünüz kimi çox qəliz bir cümlə alındı. Deməli, burada A variantı ola bilməz. B. Əl dırnaqlı ayaqdır. Burada da mümkünsüz bir şeydir. C variantı. Ədviyyat duzlu xörəkdir. Bu da mümkün deyil. D variantı. Köynək düyməli geyimdir. Gördüyümüz kimi burada D variantı olacaq. Çünki köynək həqiqətən də düyməli geyimdir. Y variantında gəlin yoxlayaq. Ağac yarpaqlı bardır. Bu da mümkün deyil. Bu oldu bizim cümlə ilə qurduğumuz forması. Digər forması isə belə deyə bilərik ki, sim tarın üzərində yerləşir. Tar da alətdir. Baxın, sim tarın üzərində yerləşir. Tar da alətdir. Gəlin yenə də cavab variantlarını yoxlayaq. Qarışqa hörümçəyin üzərində yerləşir. Hörümçək də cücüdür. Qarışqa hörümçəyin üzərində yerləşmir. Deməli, bu mümkün deyil. B variantı. Dırnaq əlin üzərində yerləşir. Əl də ayaqdır. Dırnaq əlin üzərində yerləşir. Bəli, ancaq əl ayaq deyil. C variantı. Duz ədviyyatın içində yerləşir. Bəli, amma ədviyyat xörək deyil. Düymə köynəyin üzərində yerləşir. Bəli, köynək də geyimdir. Bəli, gördüyümüz kimi bu variantda da cavabımız elə D variantıdır. Yarpaq ağacın üzərində. Növbəti nümunəmizə keçək. Üçüncü formanın növbəti nümunəsinə. Burada da baxaq. Tərəvəz, kartof, püre, xörək. Burada belə bir cümlə qura bilərik ki, tərəvəz kartofdur. Kartofdan püre hazırlanır, püre də xörəkdir. Yəni 3 cümlə. Tərəvəz kartofdur, kartof püredir, kartofdan püre hazırlanır, püre də xörəkdir. Belə bir cümlə qurmaq olar və ya çoxluq bundan əvvəlki testlərdə başa saldığım kimi çoxluqlara da fikir verə bilərik. Məsələn, burada 2 çoxluq var. Tərəvəz və xörək. Yəni, birinci sözümüzlə axırıncı sözümüz çoxluq təşkil edir. Deməli, cavab variantında da birinci sözlə axırıncı söz çoxluq təşkil edə bilər. Bu daha asan variantdır. Gəlin, istəyirsiniz birinci bu variantı baxaq, sonra cümlə variantına baxaq. Baxın, kitab adına görə kitab çoxluqdur, bəli. Ancaq rejissor çoxluq deyil. Deməli, A variantı ola bilməz. Heyvan çoxluqdur, geyim də çoxluqdur. Bu ola bilər. Ola bilər deyirəm, çünki hələ biz o birisi funksiyalarına baxmamışıq. Gəlin, baxaq. Heyvan, geyim çoxluqdur dedik. Yuxarıda verilən nümunədə tərəvəz çoxluq idi. Kartof da həmin çoxluğa daxil olan element idi. Heyvan çoxluqdur, şinşilla da həmin heyvan çoxluğuna daxil olan elementdir. Kartofdan püre hazırlanır, şinşilladan da şuba hazırlanır. Yəni şinşillanın dərisindən şuba hazırlanır. Püre xörəkdir, şuba da geyimdir. Gördüyümüz kimi B variantı bizim cavabımız olur. Gəlin digər variantlara da baxaq. C variantında material çoxluqdur, amma stəkan çoxluq deyil. Ona görə C variantı ola bilməz. D variantı stomatoloq çoxluq deyil. Ona görə D variantı da ola bilməz. Y variantı şirniyyat çoxluqdur, amma tort çoxluq deyil. Buna görə də bizim cavabımız sadəcə B variantı olur.